Bəli, əziz dostlar, Rusiya və Amerika arasında gərginlik artır. Ukrayna müharibəsinə dönüş nöqtəsi. Rusiya yeni ərazilər ələ keçirməkdə davam edir. Elə bu mövzunu ilk olaraq bugün efirimizdə müzakirə edəcəyik. Efirimizin qonağı politoloq Rəşad Bayramovdur. Rəşad bəy, sabahınız xeyir, xoş gəldiniz. Sabahınız xeyir, xoş gördük. İstəyirik bu mövzunu sizinlə başlayaq. Ümumiyyətlə, Putin Tomahawk raketlərinin Ukraynaya verilməsində Amerika Birləşmiş Ştatları münasibətləri korlaya biləcək bir addım adlandırırdı. Sizcə Moskvaya bu bəyanatla nə mesaj vermək istəyir? Necə düşünürsünüz? Əslində baxanda Putinin məhz Tomahawk raketlərinin üzərində dayanması anlaşılan deyil. Çünki ABŞ-ın arsenalında daha güclü və daha dəqiq, kifayət qədər uzaq mənzilli raketlər var. Amma və konkret olaraq məhz Tomahawk raketlərinin veriləcəyinə dair də hər hansı bir bəyanat verilməyib. Ümumiyyətlə, söhbət həm də Tomahawk raketlərinin verilməsindən gedir. Sırf bunun üzərində Putinin dayanması təbii ki, faktiki olaraq daxili auditoriyaya yönəlmiş mesajdır. Çünki Putin də kifayət qədər yaxşı bilir ki, Amerika Birləşmiş Ştatları hər nə qədər ilkin olaraq bu istiqamətdə bəyanat versə də, amma həmin raketlərin Ukraynaya ötürülməsinə tələsmir və bu istiqamətdə hər hansı bir addım atacağı da gözlənilmir. Hətta bu raketlər Ukraynaya verilsə belə, onların müəyyən hədəfləri vurmaq üçün istifadə olunacağına dair icazə veriləcəyi də inandırıcı deyil. Çünki birincisi, Tomahawk raketləri məlumdur ki, əsasən hal-hazırda Amerika Birləşmiş Ştatlarının dəniz piyadalarının istifadəsində olan raketlərdir və əsasən, belə deyək, gəmilərdən və sualtı qayıqlardan istifadə olunan raketlərdir ki, bu günləri onların Ukraynaya ötürülməsi, Ukraynanın hansı məkandan onlardan istifadə edəcəyini də özü bir sual doğurur. Çünki bunun üçün əlavə freqatlar da verməlisən Ukraynaya, üstəgəl konkret olaraq dənizlərdən, məsələn, Qara dənizdən istifadə olunacaqsa, bu da Rusiyanın hədəfinə düşə bilər. O baxımdan... O da sizcə bu simvolik dəstəkdir? O qədər də bilirsiniz, effektiv şey deyil. Düzdür, Tomahawk raketlərinin 87-ci ildə quru və havadan ötürülməsi istiqamətində layihə dayandırılandan sonra 2019-cu ildə yenidən bərpa olunubdur. Məsələn, qurudan da atması imkanları ilə bağlı layihə bərpa olunub, amma hələ kütləvi istehsalına da başlanmayıbdır. O baxımdan düşünürəm ki, bu daha çox ABŞ tərəfindən verilən bu bəyanat ilk növbədə daha çox Rusiyanı nəyəsə məcbur etməyə hesablanmışdı. Və Putin də indi həmin raketlərin verilməyəcəyini bildiyi üçün daxili auditoriya mesaj verir və sabahları bu raketlər Ukraynaya çatmayanda biz sözümüzü dedik, ona görə ABŞ geri çəkildi bəyanatını vermək üçün. Bu günləri sadəcə bu raketlərlə bağlı manipulyasiya edilir. Yoxsa ki, elə güclü və effektiv raketlər deyil. Bir raketin ki, sürəti saatda cəmi 800 kilometrdir. 2500 məsafə qət etməsi üçün onun 3 saatdan artıq havada qalması lazımdır. Yəni, bunun da havada zərərsizləşdirilməsi indi müasir hava hücumundan müdafiə sistemləri üçün elə bir çətinlik törətmir. Ümumiyyətlə, Rəşad bəy, baxanda məsəl üçün ilin əvvəlinə ABŞ prezidenti Donald Trump hakimiyyətə gələndən sonra xatırlayırsınızsa bir görüş oldu. Hardakı ayrıca Zelenski ilə görüşlər, hardakı Putin ilə görüşlər. Amma bu görüşdən əksinə Zelenskini daha çox əzirdi. Həm o, həm də ki onun vitse-prezidenti. Necə oldu ki, birdən-birə sanki onda biz elə gəlirdik ki, onların Putinlə arası daha yaxşıdır. Amma indi tamamilə dəyişir Trump'ın belə deyək mövqeyi. Baxın, Trump seçki qabağı vədlərində və eləcə də hakimiyyətə yaranda ilk and içmə mərasimində konkret söz vermişdi və bildirmişdi ki, çox qısa vaxt ərzində bu problemi aradan qaldıracaq. Yəqin aradan qaldıra bilmir deyə əsəbləşir buna. Son qoyulacaq və həqiqətən də onun fikri ondan ibarət idi ki, zəif tərəfə təzyiq göstərməklə, yəni Ukraynaya təzyiq göstərməklə bu gün necə ki, Hamasa təzyiq göstərilir. Nəyəsə nail olunacaq və müharibə də tezliklə bitəcək. Ukrayna tərəfinin dirənişi və eləcə də Avropa İttifaqı ölkələrinin Ukraynaya dəstəyi fonunda artıq Trump da bir qədər geri çəkilmək məcburiyyətində qaldı. Üstəgəl, ən əsası, Putin ona verdiyi sözləri yerinə yetirmək istiqamətində hər hansı bir addım atmadı. Yəni, danışıqlar aparıldı, görüşlər keçirildi, ABŞ-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və s. müqavilələrin bağlanması etmə. Amma nəticə etibarilə əldə olunan imkanları realizə etmə imkanı vermədi Putin Trumpa. Trumpla Zelenski arasında Ukraynanın təbii sərvətlərinə və nadir metallarına çıxış imkanı və istismar edilməsi ilə bağlı müqavilə imzalandı və Trump çox istəyir ki, indiyə qədər Ukraynaya qoyduqları sərmayə, yəni o 100 milyard dollarlarla ki, pul sərf olunub, onları geri qaytarmaq istiqamətində konkret işlərə başlasın. Amma bu gün onu da eləyə bilmir, çünki Ukrayna zərbə altındadır, Ukrayna bombalarının altındadır və yəni
o qoyduğu pulu da geri qaytarmaq imkanı olmadığına görə, üstəgəl Rusiya ilə ABŞ arasında münasibətlərin vacibliyi ondan ibarət idi ki, Rusiyanı bu və ya digər şəkildə Çindən uzaqlaşdırsın. Bu da mümkün olmadığına görə artıq tamamilə bütün o gücü Rusiyanı nəyəsə məcbur etmə istiqamətində qoyubdu Trump və düşünür ki, həm iqtisadi sanksiyaların tətbiq olunması ilə, həm Ukraynaya əlavə silah, texnika və uzaq mənzilli raketlərin verilməsi ilə, xüsusən də Amerika Birləşmiş Ştatlarının özünün marağında olan məsələ Rusiyanın neft-qaz strukturunun hədəfə alınması. Yəni bundan ABŞ-ın təbii ehtiyatlarının dünya bazarına çıxışı üçün yeni imkanlar yaranır ki, bu baxımdan indi təbii ki, bütün diqqətlər Rusiya üzərinə yönəlibdir. Amma Putinin dediyi kimi deyil məsələlər. Yəni bu günləri bir raketin verilməsi ABŞ-Rusiya münasibətlərini korlamır. Bu günləri Putinin davranışları, Rusiyanın mövqeyi, həm işğal mövqeyi, həm müharibəni dayandırmaq istəməməsi, həm ilkin şərtlərdən geri çəkilməməsi, həm Amerika Birləşmiş Ştatları ilə danışıqlarda verilən sözləri icra etməməsidir münasibətləri korlayan və bundan da belə deyək, itirən Amerika Birləşmiş Ştatları olmayacaq. Yəni bu günləri Rusiya ilə ABŞ münasibətlərinin pozulması baş versə nə baş verəcək ki? Rusiya təhlənmiş olacaq. İndiyə qədər bu və ya digər şəkildə o tormozlayıcı rol oynayan Trump da artıq Avropa İttifaqı ilə eyni mövqedən çıxış eləyirsə, bundan təbii ki, itirən Putin olacaq. O baxımdan da indi bütün məsuliyyət yükü Putinin və onun belə deyək, hökumətinin üzərindədir. Bəs Putin nəyə arxayındır belə? Nəyə görə onun içində heç bir, yəni bir qorxu ya digər tərəfləri düşünmə amilləri yoxdur? Nəyə arxayındır? Əslində bizə elə gəlir. Çünki narahatçılıq var. Xüsusən də biz Rusiyanın müvafiq maliyyə institutları rəhbərlərinin verdiyi açıqlamalara baxanda görürük ki, valyuta ehtiyatları tükənmək üzrədir, iqtisadiyyat çökmək üzrədir. Yeni sanksiyalar tətbiq olunacağı halda neft və qaz sektoruna ümumiyyətlə maliyyə axınının dayandırılması olacaq. Rahatçılığı ondadır ki, bugün hələ ki pul var, hələ ki döyüşmə imkanı var, hələ ki məcbur da olsa orduya cəlb eləyə biləcəyi insanlar var və bir tərəfdən də Şimali Koreya var, deyir ki, nə qədər əsgər lazımdır, mən təmin eləyəcəyəm. Müəyyən rahatçılıq bununla bağlıdır, amma get-gedə vəziyyətin gərginləşdiyini, iqtisadi vəziyyətin çökdüyünü, silah texnikanın azaldığını Putin özü də kifayət qədər yaxşı görür. İndi sadəcə olaraq başqa cür bəyanat vermək imkanında deyil. Yəni indi bu günləri çıxıb o rahat olmayan, narahat mövqedən çıxış eləməyə başlasa, bu Rusiyanın özünün daxilində düzgün başa düşülməyəcək və böyük o Rusiya şovinizmindən əsər əlamət qalmayacaq. Ona görə də Putin məcburdur bu cür bəyanatlar verməyə və hələ də düşünür ki, qısa vaxt ərzində biraz da irəliləyib, ondan sonra danışıqlar masasına otursa, Rusiya üçün daha effektli nəticələr əldə etmək olar. Maraqlıdır. Bəs maraqlıdır fikriniz ki, ümumiyyətlə Amerika və NATO-nun bu qərarından sonra Rusiya tərəfdən hansı cavab addımları gözlənilə bilər Rəşad bəy? Rusiya tərəfi bütün o deyilir imkanlardan artıq istifadə eləyib. Yəni baxın, Rusiya Ukrayna ərazisində hücumlarının intensivliyini artırıb, istəyir dron hücumları olsun, istəyir birbaşa raket zərbələri olsun, yeni ərazilərin işğal olunması çətinliklə də olsa müəyyən kəndləri, əraziləri nəzarətə götürür. Digər bir tərəfdən isə həm NATO ölkələrinin, həm də Amerika Birləşmiş Ştatlarının mövqələrinə də faktiki olaraq zəiflətmək üçün müəyyən addımlar atdı. Polşa ərazisinin sərhədin keçirilməsi, Macaristan ərazisində sərhədin keçirilməsi və s. Onlara da bir meydan oxumanı etdi artıq. Bundan başqa Putin elə biləcəyi bir şey yoxdur. Əlində bir nüvə silahı var ki, ondan da istifadə edilməsi qeyri-mümkündür və bunu Putin özü də kifayət qədər yaxşı bilir. Bütün dünya da artıq kifayət qədər yaxşı bilir ki, nüvə silahı ilə təhdid artıq o effekti vermir. Elə Trump'ın son olaraq Medvedev ilə bağlı dedikləri və Rusiya sahillərinə 2 nüvə qayığını göndərmək haqqında qərar vermişəm deməyi də əslində Rusiya tərəfinə verilmiş çox açıq mesaj idi ki, nüvə ilə təhdidə artıq son qoyulsun. Yəni belə demək mümkünsə, Rusiyanın artıq bütün istiqamətlərdən əli qolu bağlanıb. Sadəcə, yenə deyirəm, Rusiyanı bu günləri bir masa arxasında oturdub güzəştlərə getməyə məcbur edə biləcək addım Ukraynanın bəyanatla yox, aktiv şəkildə dəstəklənməsidir. Quru bəyanatlarla yox. Həm silah baxımından, həm texnika baxımından, həm maliyyə baxımından və paralel olaraq Rusiyaya olduqca sərt sanksiyaların tətbiqi. Bunlar baş verəcəksə bir yerdə və Avropa İttifaqı, NATO ölkələri bununla bağlı yekdil mövqe ortaya qoyacaqlarsa, o zaman Putinin də o masa arxasında oturub güzəştlərə getməkdən başqa bir
yolu qalmayacaq. Təşəkkür edirik Mən Rəşad təşəkkür bəy edirəm. ətraflı Minnətdaram. izahınız üçün, şərhiniz üçün. Çox sağ olun. Əziz tamaşaçılarımız, nəzərinizə çatdıraq ki, efimizin qonağı politoloq Rəşad